Samal rayonu Yeni Yasamal qəsəbəsi Əsəd Əhmədov küçəsi tam mərkəzdə. Bravo marketin və McDonald's'un tam qarşısında gördüyünüz bu qırmızı binada qanuni 3 otaq yeni təmir olunmuş kupçalı bir mənzili sizlərə təqdim edəcəm. Daxil olduqda sağ hissədə güzgülü açarlıq, sol hissədə isə tam bu yığılmış qardırop hissə mövcuddur və mənzilin belə bir koridor hissəsi var və buradan bütün otaqlara rahatlıqla daxil olmaq mümkündür. Qapısının tam qarşısında belə bir gözəl qonaq otağımız var. Kifayət qədər geniş sahəyə malikdir. Mənzil 19 mərtəbəli binanın 12-ci mərtəbəsində yerləşir. Qanuni 3 otaq, 116 kvadrat ümumi sahəyə malikdir. Yeni təmir olunub və təmirdən sonra yaşayış olmayan qazı, suyu, işığı daimidir. Sənət kupça çıxarışdır. Burada mənzilin hamam hissəsi yerləşir. Baxın, belə bir hamam hissəsi mövcuddur. Lazım olan aksesuarlarla təmin olunub. Burada ikinci dəhliz hissə yerləşir ki, buradan da otaqlara giriş mövcuddur. Burada mənzilin tualet hissəsi yerləşir. Burada da lazım olan aksesuarlarla təmin olunub. Burada isə mənzilimizin gözəl bir mətbəx hissəsi mövcuddur. Qarşısı açıq gün düşən bir mətbəx hissədir. Yığılmış membranla mətbəx mebeli, döşəmədə qranit mərmər və istifoldan istifadə olunub. Koridor, sanitar qovşağı və mətbəx qranit mərmər və istifoldan təchiz olunub. Burada mənzilimizin birinci yataq otağı olan uşaq yataq otağıdır. Belə bir eyvan hissəyə çıxışımız var. Əsas yataq otağından da eyvana çıxmaq mümkündür. Burada isə mənzilimizin əsas yataq otağı olan valideyn yataq otağı yerləşir. Baxın, bu şəkildədir bu yataq otağımızda. Mənzilimiz 19 mərtəbəli binanın 12-ci mərtəbəsində yerləşir. 116 kvadrat ümumi sahəyə malikdir. Qanuni 3 otaq kupçalı, yeni təmir olmuş və təmirdən sonra yaşayış olmayan bir mənzildir. Qiymət 285 min manat başlanğıc qiymətdir. Real alıcıya endirim olunacaqdır.